Yallı verilişinin növbəti sayını təqdim edirik. Bugünkü verilişimizdə yazılı ədəbiyyatımızın şah əsəri zirvəsi sayılan Kitab-ı Dədə Qorqud dastanında adı çəkilən çalğı alətlərimizdən söhbət açacağıq. Qonaqlarımızla tanış olaq. İrs Folklor Ansamblinin bədii rəhbəri, gözəl tarizən, folklor bilicisi Sidqi Mustafayev. Zərb alətləri ifaçısı, beynəlxalq və ümumttifaq müsabiqələr laureatı, Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblinin solisti Zöhrab Məmmədov. Nəfəs alətləri ifaçısı Cavid Rəhmanov və İrs Folklor Ansamblinin solistləri Abbas Şəkərəliyev, Cavanşir Qasımov. Xoş gəlmişsiniz. Mən bayaq verilişin əvvəlində qeyd etdim ki, biz Kitab-ı Dədə Qorqud dastanında adlarına rast gəldiyimiz çalğı alətlərimizdən söhbət açacağıq. Deməli, dastanda ona yaxın bizim qədim çalğı alətlərimizin adı çəkilir. Yəni, bunların əksəriyyəti buradadır. Deyək ki, kos alətidir, nağaradır, surnaydır, yəni, qolça qopuz, davul və çox təəssüf ki, borunu biz bərpa eləməmişik. Boru əvəzinə gəranay alətini gətirmişik. Yəni, gəranay da elə boru tipli alətlərdəndir. Yəni, bildiyiniz kimi bizim qədimdə çoxlu borularımız olub. Yəni, şeypur olub, sur olub, gavdum olub. Yəni, bunların çalğı xüsusiyyətləri bir-birinə yaxın olur. Yəni, eyni zamanda qohum alətlər sayılıb. Və düdük alətinin adına da rast gəlirik ki, düdük də bizim bugün müasir dövrdə çox istifadə etdiyimiz tütəyin əcdadı sayılır. Bu alətlərin haqqında biz ötən verilişlərimizdə də silsilə verilişlər hazırlamışıq. Yəni, qısaca onu deyim ki, Kitab-ı Dədə Qorqud dastanını tərtib edən rəhmətli qorqudşünas alim Samət Əlzadənin verdiyi bilgiyə görə, yəni dastandakı ictimai, siyasi, dini, mifoloji hadisələr, adət-ənənələr, deməli, 3-cü, 4-cü əsrlərlə səsləşir. Amma bəzi boylarda, hətta eramızdan əvvəlki illərə də gedir, çıxır. Bildiyiniz kimi, bizim aşıqlarımızın, necə deyərlər, sələfi sayılan ulu ozanlarımız bu boyları dildən dilə, ağızdan ağıza söyləyərək 7-ci əsrdə Kitab-ı Dədə Qorqud dastanı qələmə alınıb. Elə bu yaxınlarda böyük təntənə ilə 1300 illiyi qeyd olundu. Dədə Qorqudun 1300 illiyini keçiriləndə burada Özbekistandan, Türkmenistandan, Qazaxıstandan bizim respublikaya, İçəri şəhərə qonaqlarımız gəlmişdi. Biz də Kitab-ı Dədə Qorqudun boylarından ibarət bir senari hazırlamışdı. Çox belə musiqili bir senaridir. Bunların çox xoşlarına gəldi. Bunlar bizə qulaq asanda, inanın ki, sonra gəlib həmən boylardan özləri də bizim ansambla bərabər çıxışlar edirdilər. İnanın ki, çox maraqlı bir tədbir alınmışdı. Bugünkü gündə və bugün gəlmişik, bu tədbiri biz təşkil edilmişsiniz. Çox sağ olun. Bu tədbirdə bu alətləri göstərmək, həm sesini göstərmək, həm özünü göstərmək, bizim xalqımızın, qoca baba nənələrimizin, demək olar ki, onların sevincini siz şərəf olursunuz. Onların sevinci həddi hududu qalxır. İndi onlar eşidəndə ki, kəranet, düzdür, Özbekistandadır kəranet. Ancaq bizim şərt alətidir. Yox, bizim klassiklərin əsərlərində də tez-tez Nizaminin, Füzulinin, Qətran Təbrizinin, Nəsiminin əsərlərində belə tez-tez Gəranayın adına rast gəlirik. Belə bir ənənə var, bu saat hal-hazırda bizdə. Onun ənənədir ki, həmişə aprel ayının 9-u İçəri şəhərdə Dədə Qorqud günü elan edilmişdir. Deməli, hər il aprel ayının 9-u. Mən məsələn Dədə Qorqud sevərləri ayın 9-u İçəri şəhərə Folklor İnstitutunu dəvət edirəm. Biz orada, bizim yerimiz var. Bu Dədə Qorqudla bağlı biz hər il orada bir böyük bir tədbir keçiririk. İnanın ki, çox adamlar da bunu çoxsu bilir.
Gəlirlər və səbirsizliklə o günləri gözləyirlər. Çox təəssüf ki, biz burada Kitab-ı Dədə Qorqudda zərb alətlərindən təbilimiz yoxdur burada. Sonra bəzən davulumbaz deyilən bir alətin də adına rast gəlirik. Həmçinin çovqan. Çovqan bilirsiniz də, yəni Türkiyədə indi də hərbi marşlarda, hərbi onlarda orkestrlər var. Mehdər marşları ifa olunarkən, yəni dirijorun əlində o çovqan olur və onu ilə ritmi tənzimləyir. Çox təəssüf ki, bizim elə klassiklərin də əsərlərində adına rast gəlirik, amma nədənsə biz hələlik o alətdən istifadə eləmirik. İnşallah yəqin ki, yaxın vaxtlarda biz də Azərbaycan sayağı deməli çovqanımızı bərpa etməliyik. Burada başqa məqamlar da var. Yəni bilirsiniz ki, çovqan adlı oyun da olub. Bəli, atın üzərində, yəni top qolmaqla idmanın bir növüdür. Amma bəzən elə səhnələr olur ki, hiss edirsən ki, burada oyundan söhbət getmir, çalğı aləti kimi istifadə olunduğunu, şeirlərdə bəzən, klassiklərin şeirlərində rast gəlir ki, çovqanı oynatdı. İndi bilmək olmur ki, o oyunda, yəni atın üzərində oynayıb, yoxsa ki, dirijor kimi. Çünki əgər hərbi səhnələr təsvir olunursa, döyüş təsvir olunursa, orada oyundan söhbət gedə bilməz, elə deyil. Orada yəqin ki, elə bizim o çovqan alətimiz, bəli, həm ritm vermək üçün, bəli, sabit ritmi göstərmək üçün istifadə olunur. Ümumiyyətlə, Kitab-ı Dədə Qorqud dastanında bayaq qeyd etdiyim kimi, bizim bir simli alətimizin adı çəkilir, qolça qopuz. Qalanları nəfəsli alətlərdir, bir də zərb alətlərdir. Çox sevindirici haldır ki, nağara alətinin də adına orada rast gəlirik. Zöhrəm müəllim, siz bir ifaçı kimi, xahiş edirəm əvvəl bir nağaranı götürün. Çünki mən həmişə demişəm ki, nağara Zöhrəm müəllimlərə yaraşır, Zöhrəm müəllim də nağaraya yaraşır. Yəni bunları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Deməli, bayaq qeyd etdiyimiz kimi, Kitab-ı Dədə Qorqud dastanında nağaranın adına rast gəlirik. Sizin fikirləriniz, ümumiyyətlə, bu alətdə ifa edərkən siz hansı hissləri keçirirsiniz? Mən sizə bir söz deyim də, bu yaxınlarda bir yerdə Habil Əliyevlə oturmuşdu. Habil müəllim qayıtdı ki, məni yaşadan mənim kamançamdır. Mən də onu deyə bilərəm ki, məni yaşadan Zöhrəm Məmmədov edən həmən bu nağara instrumentidir. Nağaranı çox sevirəm. Nağara böyük instrumentdir, gözəl instrumentdir. Nağarada elə şeylər ifa eləmək olar ki, məsəl üçün, başqa bir zərb alətində ona eləmək olmaz. Nağara belə instrumentdir ki, onu ilə gərək nağara kimi rəftar edəsin. Çox bizim nağara çalanlarımız var, instrumentlə dava edirlər. Nağara səsi gələndə bəzi adamlar qulaqlarını yumaq söygən əlində başlanacaq dambıdırım. Amma xeyr, nağaranı əgər nağara kimi çalsınız, çox gözəl instrument. Zöhrəm müəllim, siz ritmləri vurarkən, o bayaq dedim, Kitab-ı Dədə Qorqud dastanı, oradakı səsləri eşidirsiniz, yəni oradakı ritmləri. Bir xahiş eləyirik, elə bizi üçün bir səsləndirin də, nağarada vəzinlərimizdən bir neçəsini ifa edin.
Abbas kişi də yəni İrs Folklor Ansamblinin bir üzvüdür və Gəranay alətində ilk dəfə o səsləndirib Azərbaycanda. Gözəl səslənir. Özü də bu instrumentin səsi məsəl üçün bir yarım kilometr, 500 metrdən səs Aydın gəlir. eşidilir. Həm onun səsi gələndə cəmaat bilir ki, nəsə bir tədbir var, nəsə bir toy, Şənlik var, düyündür, bəli. şənlikdir. Bu orada çox işlənən instrument. Zöhrət mənim adaşım sağ olsun ki, bunu Azərbaycanda təbliğ eləyir. Yəni bizim qədim klassiklərin əsərlərində tez-tez adına rast gəlirik. Olsa da ilk gətirmişsiniz. Bəzi mənbələrdə deməli Kəranay kimi qeyd olunur. Əbdülqadir Mərağalının əsərlərində Kürrənay adı ilə təqdim olunur. Fədainin əsərlərində Kərana. Necə adlanmasından asılı olmayaraq, yəni bu alət türk mənbələrində isə deməli Kerrənay kimi təqdim olunur. Amma hər halda bu Gəranay bizim qədim çağırış alətimizdir, siqnal alətimizdir.